Salam əziz izləyicilərim. Bu vloq doğuşdan sonra 40 gündən sonra çəkilib. Bu kanal sizin kömək ilə inkişaf edir. Ona görə də like etməyi, rəy yazmağı və abunə olmağı unutmayın. Doğuşdan sonra 40 gün anam bizlə qalırdı və kömək edirdi. Ona görə də mən anama çox minnətdaram. Anam yanımda olmasaydı bilmirəm necə olardım. Baldızım da bir çox ev işləri öz boynuna götürdü. Mənim yanımda olan hər bir insana mən çox minnətdaram. Gözləntilərim reallıqla eyni olmadı. Hamilə olarkən düşünürdüm ki, doğuşdan sonra 1-2 aya düzələrəm və əvvəlki formaya qayıdaram. Amma bu proses biraz uzun çəkdi. 2 aya yox, 4-5 aya. Həm də təbii doğuş yox, keysəriyyə olduğum üçün bərpa daha da uzandı. Düşünürdüm ki və hətta xəyal edirdim ki, sizə belə bir video çəkəcəm. Səhər-səhər durub özümə kofe süzürəm və rahatlıqla, sakitçilikdə onu içirəm. Reallıq isə biraz başqa idi. Körpə elə səhər-səhər durur və kofe içmədən sən oyanırsan. Baxmayaraq ki, mən çox uşaqlı ailədə böyümüşəm və körpə uşaq bir balaca anlayışım var idi. Mənim üçün bu da bir sınaq idi. Elə günlər var idi ki, səhər yeməyi, bir də axşam yeməyi yeyirdim. Bütün günüm bir otaqda keçirdi. Robot halına düşdüm. Yedizdir, pampers dəyişdir, yatızdır və bu təkrarlanır. Amma böyüdükcə rejimə salınca bunlar yox oldu. Ən böyük köməkçi isə yuxu rejimi. Bu rejimi düzgün olanda həm uşaq sakit olur, həm günorta yatanda anada yata bilir, yemək yeyə bilərsiniz və ev işləri görə bilərsiniz. Bir dənə yuxu rejimi nə qədər körpə ilə həyatı asanlaşdırır. Bunu biləndən sonra yuxu rejimi düzəltməyə başladım. Asan olmadı. Hardasa 2 həftə ərzində savaşma gedirdi. Balaca yatmaq istəmirdi. Amma səbir və yenə səbir. Əlbəttə ki, elə günlər var idi ki, balaca yatmırdı. O vaxt slingdə gəzdirirdim. Axırıncı həftələrdə hamilə olanda özümə deyirdim ki, körpə ağlayar, körpə harasını ağrıyıb başa bilməyəcək. Özümü hazırlayırdım ki, səbirli, təmkinli olmaq lazımdır. Mənə maraqlı idi ki, uşağın gündəlik rejimi necə qurulur. Uşaq oyandı, sonra mən neyniyim? Axtarırdım bəzi videolar, amma bir çox videolarda cavabını tapmadım. Yavaş-yavaş özüm rejimi düzəltdim. Rejim olandan həm uşaq, həm ana rahat olur, sakit olur. Vaxt keçdikcə özümü daha da yaxşı hiss edirdim, güc qayıdırdı və mən daha da aktiv olurdum. Mənim fikrimcə uşaq elə bir varlıqdır ki, insanı gücləndirir, motivasiya edir. Əlbəttə ki, bu sırf mənim fikrimdir, amma tək olanda sən o qədər ciddi olmaya da bilərsən. Düşünürsən ki, eyb yoxdur, bugün düzgün qidalanmasam, eyb yoxdur, bugün gec duracağam, eyb yoxdur, idman etməyəcəyəm. Amma bir gün uzanır, olur artıq 10 gün. Yanında isə bir uşaq olanda belə yaşamaq olmur. Çünki sən artıq valideynsən və sənin bütün hərəkətləri uşaq təkrarlanacaq. Əgər siz öz həyatınıza laqeyd yanaşırsınızsa, sizin də uşağınız həm də özünün həyatına eyni hərəkət göstərəcək. Əlbəttə ki, istisnalar da olur, amma bizim bunu yoxlamaq üçün ikinci həyatımız yoxdur. Növbəti gündən sizi salamlayıram. Bu temu bağlamanı çoxsu uşaq üçün aid bir şeylərdir. Bu kostyum yəqin ki, Ayka 14 kanalında artıq görmüsünüz. Mən də gördüm və sifariş elədim. Çox rahatdır. Xüsusilə də uşaq yetişdirəndə çox rahat olur. Yaxası zamokla açılır, bağlanır. Stokda artıq bitib, ona görə linki qoya bilmirəm. Ümumiyyətlə, uşaq paltarı düşünmürdüm ki, Temudan alacağam, amma deməli bu şotkadır, bədən üçün şotkadır, amma heyif ki, hələ də istifadə eləməmişəm və heç nə deyə bilmirəm. Bu da burun üçün bir vasitədir. Bu bodik böyüyəndə, amma geyinəndə bir parçadır.
onu taxırsınız və hələ də işlədə bilirsiniz bodikləri. Baxmayaraq ki, arxadan artıq uşaq böyüyüb. Bu isə smes qabıdır, amma mən onu paraşok qabı kimi istifadə elədim. Uşağın üçün darağı və şotkası bütün üzərində olan, başında olan qabıqları ondan təmizlədim. Və belə bir plyonka kimi bir şeydir. Əslində uşağım çox aktiv olur və gecə tərpənəndə açılırdı plyonkas,ı ona görə belə bir şey almışam. Amma inanırsınız ki, o qədər tez böyüdü ki, heç onu bunu geyinməyə çatdırmadım. Ona görə mən başqa bir üsul tapdım. İndi bu üsuldan da qabaqda danışacağam. Burada göstərirəm ki, necə bağlanır. Uşağın ayaqları bura sallanır və artıq uşağın ayaqları belə bağlı vəziyyətdə olur. Deməli bu smes qabı üçün qabıdır, amma mən onu paraşok qabı kimi istifadə elədim. Niyə? Çünki mən baxdığım Temudan paraşok qablar çox həm də böyük idi mənim üçün, həm də baha idi. 20 manatdan, amma mənəm o ölçüdə və qiymətə sərf eləmirdi. Ona görə belə bir gördüm smes qabı üçün, uşaq smes üçün qabdır. Plastik çox qalındır, qaşığı da var və ona görə də onu sifariş elədim. Təxminən 10 manata qiyməti var idi. Yəni ki, çox sərfəlidir. Burada isə soska qabıdır. 2 dənə, 2 cüt aldım. Amma inanırsınız ki, yəni çox istifadə eləmədim, çünki uşaq soska götürmədi. Bizdə hal-hazırda 3 dənə soska var, ayrı-ayrılıqda, amma sadəcə şkafda qalır belə vəziyyətdə ki, nə vaxtsa bəlkə istəsə verərik. Və növbəti məhsul pilka kimi bir şeydir. Pilka kimi. Onun özəlliyi ondadır ki, dəriyə toxunanda dayanır və ona görə də uşağın dərisi və ümumiyyətlə adamın dərisi zədələmir. Amma bir məqama toxunum ki, hardasa 3 aya qədər mən sırf onu istifadə elədim və çox gözəl idi. Amma yəqin ki, uşaq böyüdükcə dırnaqları da möhkəm olur və artıq mən tək onu istifadə elə bilmirəm. Deməli, adi qayçı ilə kəsirəm və qıraqları və ucları ondan pilkalayıram. Bunu hətta böyük insanlar da istifadə elə bilər, orada göstərilir. Və belə bir 3 dənə bodiklər. İnanmırdım ki, mən Temudan sifariş edəcəm. Düşünürdüm ki, hamısı polislərdir, sintetika, uşaq üçün hər şey, yəni təbii lazımdır. Amma inanırsınız ki, o qədər qəşəngdir, o qədər gözəldir. Keyfiyyətə malikdir. Çox gözəl, çox xoşuma gəldi. Ümumiyyətlə bu knopkalar yerləri çox keyfiyyətlidir, qalın eləyirlər. Həm də burada ayaq tərəfləri bütöv knopka olduğu üçün çox rahatdır. Çünki məsələn uşağın paltarın pampersini dəyişəndə gecə boyu uşaq uyanmır. Amma burada mən şəxsən belə bir şey görməmişəm. Bu da isə çirkin paltar üçün bir torbadır. Çox xoşuma gəlir. Bu isə stomatoloji güzgü. Sifariş elədim ki, bəlkə lazım olar. Ümumiyyətlə, Temudan bütün paltarı alandan sonra mən onları yuyuram və sonra istifadə edirəm uşaq üçün xüsusilə də. Deməli,
üsulumu danışım. Uşağım çox aktiv idi və gecə boyu o qədər ayaqlarını tərpədirdi ki, bütün plyonkalar açılırdı. İnanırsınız, dekabr ayında biz bir dəfə uyandıq, uşağın ayaqları tamam lüm-lüddür. Mən çox qorxmuşam ki, mən bilmirəm, yəni nə qədər belə yatıb açıq vəziyyətdə. Ona görə də mən belə bir üsulu tapdım. Və belə bodiklər 3 dənəli almışdım. Altına onu geyindirib uşağın üstünə bir dənə plyonka ilə bağlayırdım. Açılsa da belə plyonkanın, birinci plyonkanı altında bodik var və uşağa çox da soyuq dəymir. Sonra isə böyüdükcə tək bodikdə yatmışdı. Belə. Bu da torbanı astım artıq. Çox rahatdır. Çox, yəni əgər çox paltar atsaz da o möhkəm bir şeydir. Saxlanır, əyilmir. Bu videonu axıra baxdığınız üçün təşəkkürümü bildirirəm. Sağ olun.